Rayət İmaməliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Bu günlərdə sosial şəbəkələrə şəhid Elmaz Hacıyev adına bulağın güya sökülməsi ilə bağlı yanlış informasiyalar sızdırıldı. Bu yanlış məlumat barədə tanınmış jurnalist aparıcı Səidə Bəkir qızının səhifəsində kifayət qədər obyektli video buraxılışlar var. Ona görə də yenidən qayıtmaq istəmirəm bu mövzuya. Şəhid bu ölkənin müstəqilliyi rəmzidir. Şəhid adı olan yerdə əlimiz köksümüzdə, başımız önə eğilir. Şəhid təkcə bir ananın övladı deyil. Şəhid hamımızın övladıdır, qardaşıdır, dostudur. Şəhid anası hamımızın anasıdır. Şəhid övladı hamımızın övladıdır. Amma mən öz şəhid anamızı, şəhid qardaşımın şəkilləri arasında TikTokda canlı açıb məzlumluq göstərməsini, hədiyyə gözləməsini qəbul etmirəm. Şəhidin bacısı, şəhidin qardaşı, şəhidin atası profilləri ilə sosial şəbəkələrdə asaram, kəsərəm, dağıdaram təfəkkürünü qəbul etmirəm. Şəhid statusunu tənzimləyən Azərbaycan Respublikasının qanunudur. Heç bir status, heç bir imtiyaz Azərbaycan qanunlarından üstün deyil. Qanuna görə şəhid ailəsi onun həyat yoldaşı, valideyn və 18 yaşa dək uşaqlarıdır. Dövlətimiz də bütün imtiyazları, maddi təminatı şəhid ailəsindən əsirgəmir. Yoxsa dayıoğlu, biboğlu, qardaş, bacı hamı özünü şəhid ailəsi kimi qələmə verməklə maraq nədir ki? Şəhidin ruhunu incitməyin. Açıq deyəcəm, şəhid ailəsi görəndə adam qabağa yürüyüb ehtiram göstərmək istəyir. Borcumuzdur. Amma elələri var ki, kənara çəkilirsən ki, söz desəm problem yaşayacağım. Bu ölkədə ən çox hörmət şəhid ailələrinə, şəhidlərimizə qoyulur. Ən çox tədbirlər, yetim, xəstə, əlillərdən çox şəhid ailələrinin şərəfinə keçirilir. Bəziləri var ha, şəhid ailələrini təhrik edənlər, loru dildə deyək, qaz verən QHT rəhbərləri. Onların da məqsədləri bəllidir. Sabah öz şəxsi problem və məsələ barədə şəhid ailələrindən qalxan kimi istifadə etmək üçün. Gəlməyin belə oyunlara, şəhid ailələri, siz bizim üçün müqəddəssiz, o şəhidlərimizin yadigarısınız. Mən Adil Əliyevi, Səidə xanımı da yaxşı tanıyıram, o şəhid statusundan sui-istifadə edən bəzilərini də. Mən ötən il 6-7 dəfə 2-ci şəhidlər xiyabanında olmuşam və nə vaxt getmişəmsə Adil Əliyevi orada görmüşəm. Adil Əliyev həqiqətən də çox vətənpərvər, şəhidinə hörmət qoyan insandır, tanıyanlar bilir. Səidə xanım da şəxsən tanıdığım təcrübəli, peşəkar jurnalistdir. Araşdırmadan, ölçüb bitmədən nəsə məlumat deməz. Heç kimə ixtiyar verilmir ki, şəhid bulağı dura-dura, gedib icazəsiz, falansız, torpaq zəbt edib nəsə tiksin. Məqsəd nədir? Şəhidin qardaşı deyib ki, şəhidin 2 uşağı var, aparıb icra hakimiyyətinin qarşısında yandıracağım. Şəhidin balası bizim hamımızın balasıdır, Azərbaycanın balasıdır. Sən kimsən ki, gedib şəhidimizin balasını yandırasan? Hazır bulağı təmir etməyib, sağ tərəfdə başqasının ərazisini zəbt edib başqa bulaq tikməyin adı nədir? Məqsəd nədir? Maraq nədir? Statusum var deyib, harda gəldi, kimin evinin qabağında istədiyini tikmək hansı qanuna əsaslanır? Gəlin şəhidlərimizin ruhunu yaşadaq, uca tutaq, incitməyək, maddiyyat naminə o müqəddəs adları ucuzlaşdırmayaq.